Birinci sualdan başlayırıq. Son keçirilən oktyabr ayının qəbul suallarıdır. Demək 2-dən 4. Vurub 2-yə, vurub 2-yə çıxıb 1, vurub 2-yə çıxıb 3, çıxıb 2, vurub 2-yə çıxıb 3. Aşağıdakı hissədə. Demək 6-dan 12. Yenə vur 2, vur 2 çıx 1, vur 2 çıx 2, vur 2 çıx 3. Dəyişən nədir? Heç. Hər iki ardıcıllıqda öz qanunluluğunu qoruyur. Onda burada vur 3, vur 3 minus 1, vur 3 minus 2 və vur 3 minus 3. Onda aşağıda da mənə lazımdır. Vur 3, vur 3 minus 1. Görüyor da hansı cavab ödəyir. D bəndinə baxın. Vur, burada deyəsən B düşüb səhvən. Ola bilər. Bu B deyil 35'dir. Bunu da düzəltdim. Ha, demək. Vur 3, vur 3 minus 1, vur 3 minus 2 və vur 3 minus 3. D. Sonra dostlar bu testlərin içərisində qeyd edelim ki, siz burada ardıcılıqla bağlı bir neçə sualla rastlaşacaqsınız. Gəldi qeyri-aşkar operator. Hə, maraqlıdır. Əslində bu oktyabr ayında keçirilən imtahanda demək olar ki, qeyri-aşkar operatorla aşkar operator çox idi. Ümumiyyətlə operator və ardıcıllıq. Bax gördüyünüz sualdadır. 18-dən 14-dən 3 dənə fərqli ədəd alıb. Hə, bəs neyinib görəsən? Demək, ilk işimiz nədir dostlar? 1 ilə 8-i toplayıb 9, 1 ilə 4 toplayıb 5. Birinci rəqəmləri toplayır. Sol tərəfdəkiləri qabağa yazıb 9, bu eləyir 95. Bəs 84-ü necə alın? Sonra rəqəmləri vurur bir-birinə. 1 vur 8, 8, 1 vur 4, 4. Bir də biz belə bir şey demişdik. Bir də biz belə bir şey demişdik ki, operatorun bir tərəfi digər tərəfindən böyükdürsə, burada nə var? Çıxma. Bəs nətər? Demək 18-dən çıxıb 14-ü. Vurub nə? 3-ə. Belə olur. Onda siz fikir verin dostlar. İlk edəcəyim şey nədir? Baxıram bu misalda. 2 səfər düzdür. Bəzi qruplara göstərmişdim mən bu sualları. Birincisi 3 ilə 3-ü toplayaram 6. 1 ilə 2-ni toplayaram 63. Toplamasını yazdım. Sonra 3'ü 3'e vurub 9. Biri də vurub 2'ye 2. 92 virgül. Sonra da 33'ten çıxardım 12'ni vurardım 3'e. O da eləyir 63. Növbəti sual vurma ilə bağlıdır. Bax, söhbət gedir 3-cü sualdan. 3-cü suala diqqət eləsəz, elə bir bax bu görəcəyiniz elə ilk 5-10 dənə sual sırf toplama, çıxma, vurma, bölmə. Bax burada imtahanlarda siz fikir verin ki, tək bu bir neçə bölmənin imtahanda üstünlüyü nədir? Məsələ nədən gedir? Bax bu hissədə A-nı aya vurub 8B alıb. A kvadratı bərabərdir 8B. B kvadratı bərabərdir 10C. Və bir də BC bərabərdir 20. Maraqlı bir sual alın. Da nədir? Bəs mən burada nətər eləyim? Necə eləyim ki, misalın cavabını tapım? Kimin ki riyaziyyatı yoxdur, ilk ağlına gələcək şey bilirsiniz nədir? Bu verilən hissələrdən hansısa birini əvəzləyə bilərsiniz, tərəf-tərəfə bölə bilərsiniz. Sizin üçün necə rahatsa elə eləyin. Ya da bilirsən nə edirəm? Bu ikisini vurum alt-alta. Niyə? Məndən olsa A vur B-ni soruşur. Olur A kvadratı vurulsun B kvadratı bərabərdir. 8 10-a vursam 80 vurulsun CB. Bax deyil ha, CB-nin də qiyməti var. Neçədir? 20. Bax doğrudan niyə? CB-ni silim dostlar burada. Gətirim yerinə nə yazım? 20. Onda bu da bərabərdir 1600. Hə, hər tərəfdə alaram kök altına. A vur B-ni soruşma. AB neçədir? 40. Və yaxud da ki, ola bilər kimsə fikirləşər ki, müəllim, verilən misalda mən heç eləmədim ha. Onsuz da bilirdim, B-ni C-yə vurub 20 alır.
Demək biri 2-dir, biri 10-dur. Elə olmur da dostlar. Məsələn, problemi nədir? Burada ola bilsin kəsrindən ədədlər var. Niyə? Da bir çoxumuzun ağlına 20 nə kimi gəlir? 5 ilə 4 kimi. Axı 5 ilə 4-ü bura yazsan alınmayacaq. Doğrudan ne? Növbəti sual. Keçid edirik dördüncü suala. Əslində müftə bir bal adlandıracağım sualdır. Müftə bir bal necə? Bu digər sualdan daha da asandır. Hı. Bu sual dostlar sizə vaxt verirəm. Bir neçə dəqiqə sərbəst formada etməyiniz üçün. Vaxt verilənləri qeyd edirəm qəşəng. Yazıram. A plus B bərabərdir 34. B plus C bərabərdir 28. Bir də A plus C də bərabərdir 42. Aha. Misalı bura qədər yazdın. Okey. Sonra neyim? Hər tərəf-tərəfə toplayaram. Niyə? Bərabərliyin sağında əgər ədəd verilibsə dostlar, alt-alta toplayın. Qorxmayın. Onda alınır A plus B plus C. Əslində hər şeydən 2-dən alınır dostlar. 2 vurulsun. Bərabərdir. B eləyir 70, bu da eləyir 104. Hər tərəfi 2-yə bölərəm. A plus B plus C də bərabərdir 52. Aha. Dostlar, AB-nin qiyməti var olsa 34'dür. AB-nin qiymətini gətirib bura qoysam neçə ilə 34. 34 üstünə gəlsəm 52 ilə 18. Biz burada yazmalıyıq. Elə C-ni tapsam bəsdir. 2 vur. 18 çıxılsın. A ilə B də 34'dür. Bərabərdir 2. Qəbula belə rahat suallar düşməz. Deyirlər çətin olur. O, bir məsələ var. Belə deyərlər. Bax, bu da onun kimi oldu. Hə. Digər bir misal dostlar, yenə bir anloj ardıcıllıqdır. Elə bilin ki, bu imtahan hamısı belədir. Bax, verilən hissədə bunu çıxdım, bağladım. Görəsən neyini? 5 də dostlar. Çıxıb 3'ü bölüb 3'ə. Çıxıb 3'ü bölüb 3'ə. Görüm. Ah. Hə, burada bu 4 artıq düşüb fikir verməyim. Görək həqiqətən nədə elə bir dayanın. Bu yazdım. Bu 74 kimi dursun. Bəs yaxşı aşağıda nə var? Plus 3 böl 3 plus 3 böl 3. Hə, bu 9 ilə dostlar. Orada bir texnik xəta baş verib. 9 ilə heç orada qalır. Bu çıxış bölüşdü, çıxış bölüşdü. Bu isə plus 3 bölüş, plus 3 bölüş. Aha, beləymiş bu misallar, bəli. Bəs yaxşı. Burada nə yazır? 508, 127. Bölüb 4'ə çıxıb 3. Bölüb 4'ə çıxıb 3. Bu misalda elə hər dəfəsində bunun biri artıq düşün. Evet. İndi mən də nə edirəm burada? Burada yazmır dostlar. Böl 4 çıx 3, böl 4 çıx 3. Olsa mən bilirəm ki, məndə bölmə ilə dəyişən heç nə yoxdur. Böl 4'üm yerində qalır. Sadəcə o çıxmanı nə eləyərdim? Plus 3. Böl 4 plus 3. İndi elə bir variant da aşağıda düzəltməmişəm deyə olmayıb. Bu variant tapsam mənim misalım tam doğru. Keç deyirəm digər 6-cı suala. Bu sual çox çətin bir sualdır. Qəbula düşən sualların içərisində. Siz hələ fikir verirsiniz, mən yalnız hələ cədvəllər deyim dostlar. Orada inşallah biraz imtahanda rəqəm silə bilərik. Yox, yox, sizdə o funksiya yoxdur. Ancaq məndə olur. Bax, 6-cı sual. Videonu bax, məsələn, bu hissədə dayandırıb. Tapın görək bu nədir. Açığım. Demək, indi görək burada nə var. Bax, dostlar, görürsünüz. Misala sətr üzrə də baxa bilərsiniz. Sütun üzrə də baxa bilərsiniz. İndi kimə necə rahat dilə də baxsın. Orada bir problem yoxdur. Demək, neyiniyik burada verilən misalda? Bu dostlar, fikir verin sütun üzrə. Hamısını 2'yə vurur. Vurub 2'yə. Bu iki sütunda o qaydanı irəliləyir. Bu iki sütunda isə fikir verin. Vurub 2'yə üstünə 1 gəlir. Vurub 2'yə üstünə 1 gəlir.
Bu üstunda 4'ten 8'i. Bir de vur 2. Vur 2. Neyini burada baxım görüm. Vur 2 plus bir. Burada ne var? Vur 2 plus bir. Okey. 12'den 9 al. Fikirləşirəm mən. 12'den 9 al. Yox dostlar, bax nə edeyim? 3'ü vurub 3'ə. 9. Demək onda dostlar, mən nə edəcəm? 2'ni vururam 3'ə. Bu sətrə yazmaq üçün neçə eləyir? 6. Onda bu 4'dən buranı almaq üçün nə edirəm? 4'ü də vururam 3'ə. Amma bu necə gedir dostlar bu hissəni? Və yaxud da ki 4'dən bu hissəyə belə də eləyə bilərsə, altdan bu hissəyə 3 vahid artıq. İndi dediyim kimi hər kəs bir təhlil edib buranı. Hı. 8'dən hətta deyir ki çıxanlar da var. Ola bilər, problem deyil. Və yaxud da ki bu hissəni baxın. 9'dan 18 necə alıb? Vurub 2'yə. Nəyi 2'yə vursam 12? 6'nı. Onda burada həmin minvalla davam edir. Yəni nə? Fikirləşirəm mən. Nəyi 2'yə? Bıraxın neçə nə gedir? 2 vur 1. Nəyi 2'yə vurub üstünə 1 gəlsin 29 edir. 14. C'dən 41. Nəyi 2'yə vurub üstünə 1 gəlsəm? 41 eləyir. 20. C 20. 6 üstə gələ 20 çıx 14. O deyir 12. Hə, misal çətindirmi? Hə. Tapmaq olardımı? Dediyim kimi hər kəs fərqli eləyib dost ola bilər. Kimin seçdiyi şeylərdən biri məsələn bu hissəni tapmaq. 2'dən 4 alıb, nə bilim 4'dən 6 alıb. Sətr üzrə baxan da var, sütun üzrə baxan da var. Əsl odur ki, hamının aldığı cavab nədir? 12. Siz bu 6 sualın yekununda fikir versəz təkcə bu 6 sualın 3'ü cədvəldir, biri qeyri-aşkardır, ikisi isə ardıcıllıq. Görək hələ qabaqda bizi nə gözləyir? 7-ci sual. Yenə bir qeyri-aşkar operator. Biraz aşağı düşün. Baxın bu hissədən. 8, 2, 9, 5'dən 2 alıb. Neyini? 8'i vurub 2'yə. 16 ilk ikisi. Çıxıb 9 ilə də 5 toplayıb. Bərabərdir 2. Necə yəni? Yəni dostlar 5'i vurardım 5'ə. Çıxardım. 1 vurulsun 4. Bir üstə gələk 4. O da bərabərdir. Həm son keçirilən Naxçıvan imtahanında, həm son keçirilən dövlət qulluğunun qəbulunda düşən yaş məsələsi suallarından biri də, məsələ tiplərindən biri də yaş məsələsidir. Naxçıvanda keçirilən qəbulda da yaş məsələsi vardı. Yazıq Cəmalə Kəmalədən 5 yaş kiçikdir. Deyir T il sonra Cəmalə və Kəmalənin yaşları nisbəti 4-də 5'dir. Kəmalənin T il sonraki yaşı nə qədər? Bunu burada mən inanıram ki, variant qoyub yazanlar da olacaq. Variantsız yazanlar da olacaq. Necə? Baxın. Keçmiş, indi və gələcək zaman var. Bax, Cəmalə var, Kəmalə var. Cəmalənin, məsələn, Kəmalədən 5 yaş kiçiksə, Cəmalə əgər x yaşındadırsa, Kəmalənin yaşı x plus 5'dir. Çünki böyük olan Kəmalədir. Aha, sonra T il sonra, dostlar, T il keçsə, bunun da yaşı bir T qədər artsa, olur x plus T. Onda bunda yaşı olur. Neçə bu da T zaman keçir. Olur nə? X plus 5 plus T. Deyir onda yaşlar nisbəti nə qədər? 4 bölü 5. Nisbət o deməkdir ki, x bölü T-ni x plus 5 plus T-yə bölsən bərabərdir. 4 bölü 5 alınır. İndi burada belə bir sual yaranır. Nə bilirsən 4 bölü 5 yuxarıdadır? Çünki dostlar 4 kiçik 2'dir. Kiçik kimdir? Cəmal. Çarpaz vurardı. Olardı 4x plus 20 plus 4t bərabərdir 5x plus 5'dir. T ilə x'i keçsəm sağa olur x plus t bərabərdir 20. Yəni Cəmalənin yaşını çək dostlar. Yəni x plus t bərabərdir 20'yə. Cəmalənin gələcəkdəki yaşı 20'dir. Və Kəmalənin yaşı neçədir? X plus t 20'dirsə, üstünə də bu 5'i gəlsəm 25. Demək Kəmalənin neçə yaşı var? 25. Bilirəm, bu dəqiqə aramızda bəzi dostlarımız var, ha.
Burada yazmaq istəyir ki, müəllim, nə var, mən bunu variantla yazaram. Bilirəm, əcəb eləyib yazırsan, amma məsələ nədir? 4 bölü 5'dir ha. Adam var fikir deyir 4 ilə 5. Yəni 4 bölü 5 demək ki, 4 pay birindədir, 5 payda birində. Variantda 25 götürsəydim, 25 5'e uyğundur. Onda 25'i 5'e bölsəm bu da 20'dir. Bir də ki 25'dir. Hə, belədir. Mən bunu variantla yazarım. Kim deyir ki, yazma. Lap yaxşı edirsən. Hə, sonra keçirik 9-cu suala. Bəs müəllim 9-cu sual nə? Dostlar, ilk üçün qoyub üst-üstə sətr üzrə fiqur cədvəlidir. Eyni olanları silir, fikir verin. Fərqli olan yazılır qırağa. Yəni nə? Verilən misalda bax görürsünüz bu üçün dostlar üst-üstə qoymuşam. Görürsünüz romplar gedib. Bir dənə bu dairə ilə nə qalıb? Bu xətt və bu xətt də gedir. Onda mən elə eləməliyəm ki, dostlar, üst-üstə düşənlər silinsin. Yəni bu sağ tərəfdə xətt ola bilməz. C getdi, B getdi, Y getdi. Bir də fikir verirsiniz, sol tərəfə xəttim olmalıdır. Bu hissədə. Bir də nəyim olmalıdır ki, kvadratım və bir dənə buradan bura bir xəttim. Başqa nə var ha görəsən? Bir də dostlar, deyək bu diaqonalın öz. Niyə? Çünki bu diaqonal, elə bir bax bu tapdığım dostlar sağ tərəfinkidir bu arada. Buradan dərs müəllimi var. Hə. Bir-birini aparır. Əslində rahat bir sual idi. Qəbulda yazıla biləcək bir tipdir. O da hardadır məndə? Deyəndə. Keç edirik növbəti bir suala. Görüm hanı bir sual, hə. Deyir rəqəmlərinin cəmi 8-ə bərabər olan ən böyük 3 rəqəmli ədədlə ən kiçik 3 rəqəmli ədədin cəmi nə qədərdir? İstərdim bu misalı burada birincisi sərbəst misal kimi edəsiniz. Deyir rəqəmlərinin cəmi 8-ə bərabər olan ən böyük 3 rəqəmli ədədlə ən kiçik 3 rəqəmli ədədin cəmi nə qədərdir? Bu yazım rəqəmlərinin cəmi. O, şərtdə verməyib də mənə. Rəqəmləri müxtəlif olsun, eyni olsun. Nədir? Rəqəmlər cəmi 8-ə bərabər. Ən kiçik ədəd 107-dir. Yəni 1, 0 və 7. Ən böyük ədəd hansı 3 rəqəmli? 800. İkisinin bir ədəd cəmi 907. Amma mənim testlərin cavablı deyil. Dostlar, yuxarıda cavabların hamısı. Sonra növbəti sual bu analog anagram mövzusundan olan sualdır. Hı. Bax, 11-də. Deyir analiz və sintez. Bu sualı qəbulda çox adam səhv yazıb. Niyə səhv yazıb? Dostlar, analiz və sintezin nə olduğunu təəssüflər olsun ki, bilməyiblər. Analiz və sintez bir-birinin nə idi? Antonim. Mənim eyni şey deyil ki, yox. Dostlar, viran etmək, xarabiyə çevirmək, talan etmək, bərbad vəziyyət, nə? Cibəndir. Abad. Qəbulda çox adam dostlar elə bir ki, analiz və sintezi oxşardı. Götürüb xaraba yazan kimi. Talan eləmək yazan kimi. Yəqin ki, indi bu sualı oktyabr kim ki qəbulda olub görür, deyir, ayda mən kaş bunu belə yazmazdım. Heç həqiqətən də məntiqi cəhətdən fikirləşərdin ki, bunların hamısı mənfi neqativ sözdür. Talan etmək, xarab etmək, viran, bəlkə də bu viraj deyil, virandır. Mən bunu düzəldim dostlar, viran etmək. Növbəti bir sual. 12-ci sual nədir dostlar? Deyir, hansı iki ədədin yerini dəyişdikdə ardıcıllığı, hı, hə, bu virajdır. Okey. Bunu mən düzəldim, bəyək qaytarım öz vəziyyətinə. Mən burada səhv eləmişəm. Hə. İndi 12-ci suala baxın. Biz bu tip bir sualı bizim sınaqda da, sınaq toplusunda da 3-4 dənə yerdə var. Burada nəyə soruşur? Deyir, hansı iki dənə ədədin yerini dəyişsək? Ardıcıllıq davam edər. Verilən misalda variantlarla da yoxlaya bilərsiniz misalı. Variantsızdır. Necə yəni variantla? Əgər misal hardasa bir boşluq verirsə, bax oradır. Bəsində biz əvvəl keçirdik ardıcıllığı pozan həddin tapılması.
Hə, 99-dan 88. Fikirləşirəm mən, nə yazım? Çıx 11. Daha sonrasında 88, 89. Çıx 4. Daha sonra nə var? Verilən misalda. Çıx 6. Aha. Çıx 10. Düzdür? Çıx 14. Çıx 4. Çıx 14. Çıx 10. Çıx 32. Adama biraz qəribə gəlir. Aşağıda da neyini? Çıx 3. Çıx 6. Çıx 9. Çıx 8. Bax, burada direkt qırılma baş verdi. Bu arada dostlar, bu 90'dır. Yine misal bayaqdan nə ilənsə bağlı bir səhvlik olub burada. Dediysən, bugünkü testlərimizin adı belədir. Sən necə də səhv testlərsən. Düzdür, əvvəlinə baxmasan da olar. Ya, bu testləri biraz bundan əvvəl düzəltmişik deyə dostlar. Heç baxmamışıq burada nə düzdür, nə səhvdir. 70 ilə 76-ın yerini dəyişirəm. Qırılma orada baş verir. Bir də misal belə qəribə gəlməz də. 70 ilə 76. Hə. Bəs mən neyniyim müəllim? Gəlirəm bura. 70-i qoyuram aşağı. 76-nı da qoyuram yuxarı. Yerin dəyişsən dostlar, ardıcıllığın yerini bərpa eləməkdən ötəri. Bu çıx 2-dir. Çıx 4-dür, fikir verin. Çıx 8. Çıx 16. Bu necədir? Çıx 32. Bu iki dəfə artıra çıxır. Bəs buna varıq. Çıx 3. Çıx 6. Çıx 9. Çıx 12. İndi nədir? Çıx 15. Yəni ardıcıllıq bayaqdan dostlar. Bu 99 demiş də, yəni o 9-un yanında 0 var deyə klaviaturada. Deyirəm mən 99 olmaz da, çıx 11, bu misal alınmır. Yəni dostlar, verilən misalda iki dənə ədədin yerini dəyişməliyik ki, biz ardıcıllığımız uyğun olaraq davam eləsin. Burada 70 ilə 76 o sıranı pozurdu. Gətirib burada yazıyorum yerinə. Sonra 13-cü sual var. Əslində maraqlı bir sualdır. Birazdan sizə o sualın başqa bir versiyasını da göstərəcəm. Sizin özünüzün tapmağınız üçün. O fikir verin. Növbəti bir cədvəl. Bununla dördüncü cədvəldir burada. 15-i vurub 4-ə 60. 12-ni vurub 5-ə o da 60. 4-ü vurub 14-ə dostlar 56. 7-ni də vurub 8 o da 56. 9 vur 8 72. 6-nı da vurmalıyam 12 o da 72. Hə, keçək növbəti bir suala. Söhbət gedir 14-dən. Yenə fiqurun hissələri ilə bağlıdır. Axır ki, gəldik fiqurayla rastlaşdıq. Bəs müəllim, burada neyniyim? Demək, 14-cü sual dostlar budur sadəcə olaraq. Nəyə verim? Deyir verilən fiqur. Hər dəfəsində fikir verirsiniz. Dairəni silib. Daha sonrasında kvadratı silib. İndi nəyə silməlidir? Üçbucaqlar. A gedir, C gedir, Y gedir. Və B niyə səhvdir? Dairə ayrılmır. Bir dənə qalırdı. Yəni demək hər dəfəsində dairə qalır da. Yəni dairə nə vardı? Birinci ardıcıllıq olaraq. İndi həmin o sualdır. Deyibəndə. Doğrudan ne? Dairə bəs neyir? Dairə deyişini öz üstündən ha. Aşağı, geriyə, irəliyə. Geriyə, irəliyə gedir. İşte, öz yerində sayır. Dövlət orqanlarının qəbulunda hər dəfəsində düşən suallardan biri də budur. Anaqram. Anaqram və anaqram. Bunu bence bilməyən yoxdur. Bir sözün sonunda bir sözün əvvəl dostlar. Dərman, man, qal. Müəllim.
Hərflərin sırası pozulub burada. Dostlar, hərflərin sırası pozulsa da siz ona hərfləri yazarkən oturub yaza bilərsiniz. Sonra növbəti sual 16-cı sualdır. Düzdür, burada bir balaca misal düzgün çəkilməyib deməyim. Misal əslində düzgün çəkilib. Gəlin belə eləyək. Okey. Burada bir balaca mən onu düzəldim ki, mənim köməyimə həyat yoldaşım çatır. Sualları o düzəldim, amma biraz burada xaotikliyi pozub, amma eybi yoxdur. Hı. Demək nə edirəm? Baxıram bu hissəyə 16. 16-nı etmək istəyirsinizsə, gəlin misalın. Ən sonuncu sualı. Burada nədir? Bax, gördüyünüz Azərbaycanın iqtisadi inkişaf mövzusunda təşkil edən dəyərin masa arxasında oturan oyunçu. Bax, bunu sərbəst misal kimi buraxıram. Sizin yazmağınız üçün. Bu öz yerində. Ekran görüntüsünü ala bilərsiniz. İqtisadi maşadır və deyir ki, Sumqayıtın nümayəndəsi kimdir? Mətn təhlilidir. Problem yoxdur. Gəlin indi sizin üçün mən digər və ya sizə 16-cı düşən sualın geniş formatda izahını da verim. Görək o hansı sualdır? Bu misalın üzərindən deyim. Demək dostlar, bax gəlin belə bir iş görün. Ekranın sağ tərəfində sizin üçün belə bir düsturu verir. S bərabərdir 3L kvadrat. Normalda dairənin düsturu nəyə bərabərdir? S bərabərdir pi r kvadrat. Hə, doğrudur da. Amma pi ni yazmır dostlar. Yəni 3L kvadratı nə deməkdir? 3 vurulsun 1. Yəni pi 3'dür. Normalda bu kimi misalların hamısında pi-ni 3 götürülür. Bəs yaxşı müəllim. Mən onda burada nədən başlayayım? Neyniyim? Necə eləyim? Düz dostlar, bayaq artıq qəbul suallarından 17 sual sizə göstərdim. Bu isə 16-cı sualın biraz geniş formatda olan izahıdır. Bax, verilən misalda birincisi sizə bu misalın ən sadə versiyasını göstərdim ki, bir balaca beyninizə də otursun. Söhbət nədən gedir? Ekranın bax bu sol tərəfində gördüyünüz fiqurda. Bax, belə fiqurlar üçün dostlar, birinci bunun bütöv tərəfini tapıram. 1, 2, 3, 4, 5, 6 və 7. 7 dənə bütövdür. Üstə gəliniz. Bax, bu gördüyünüz misalda bax, belə böyük tərəf olanda içəriyə 0,75'dir. İçəriyə belə kiçik tərəf olanda 0,25. Hardan bilirsən müəllim? Dostlar, ikisi bir yerdə 1'dir. Amma məsələ nədir? Bunu hardan tapıldığını da sizə baş salacağım. Dostlar, böyük tərəflər 7'dir, okey. Bax, bu dostlar, təsəvvür edin bir çevrədir. Mərkəzindən kənara qədər olan məsafə radiusdur. Bu görürsünüz, çevrənin hansı hissəsidir? 4'də 1. Birincisi bunun sayısını taparam. 3'ün kvadratı 3 vurulsun daha doğrusu. Bu yazım. S bərabərdir nəyə? Bəyək yuxarıda var deyil. 3R kvadrat. Eğri neçədir? Bunun 1. 3 vurulsun 1'in kvadratı. Eləyir 3. Bax, bu böyük çevrənin sahəsində 3. Onda bunun hansı hissəsidir? Pizza dilimidir. Baxın, neçə? 4'də 1. 3'ü bölərəm 4'ə. Neçə eləyir? 0, %75. Aa, doğru da niyə? Demək necə tapırmışam dostlar? 1'in kvadratı vur 4. Onda verilən hissədə buranı tapdımsa. Demək onda dostlar, burası 0, %75'dirsə, bunun çöl tərəfi neçədir? 0,25. Aa, onda demək içəri tərəf böyük olan neçədir? Baxacağım. Baxın. 1, 2, 3 və 4. Üstə gələk 4 vurulsun. 0,75 plus. Onda içəri tərəf kiçik olanlar nədir dostlar? 1, 2, 3 və 4. 4 vurulsun. 0,25. Bu eləyir dostlar 7. Bu eləyir 3. Bu eləyir 1. Toplamda neçə eləyir? Cəm 11. Aa, doğrudan iyi. Bura demək 11 imiş. Yəni bu misalın birin sizinlə bərabər, yəni sadə versiyasından söhbət gedir. Bir yerdə eləyək. Məsələn, deyib bu sağ tərəfdəki sual. Dövləri sayıram. Hanı? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10.
10 üstə gəlir. Dedik dostlar, içəri tərəf belə böyük olsa neçədir? 0,75. Bundan neçə nədir? 1, 2, başqa da var ha? 3. Başqası nəsə var? Yox. Bir daha da baxın dostlar, bir dənə ola mənim diqqət etməyənlər. Gecə saat 1-dir. 1, 2, 3, 3 vuraq. 0,75. Üstə də gələk. İndi baxıram bu hissəyə. Kiçik olanları sayacağım. Onu da göy qələmdən eləyim ki. Bax 1, 2, 3, 4, 5, 6 və 7. 7 vurulsun 0,125. Maraqlıdır. O zaman burada olur 10 üstə gələk. 2 tam 125. Üstə də gələk 1 tam %75. O da bərabərdə 14. Demək dostlar neçədir bu? 14. Bəs yaxşı ay müəllim. Mən verilən misalda başqa nə edeyim? İndi keçirik dostlar bayaq göstərdiyim suala. Bax, məsələn, ekranın bu sol tərəfində yerləşən, sağ tərəfində. Məsələn, bu misalı tapmaq üçün artıq burada hissələri götürüb birləşdirmirsən. Deyim. Bax, radius yazıram dostlar. Yəni, radius 1 olanda, bayaqki misalda, böyük tərəf var, kiçik tərəf var. Böyük tərəf, yəni dostlar, bax, söhbət bundan gedir. Bax, bu içəriyə tərəf yekə olanı var, bu. Böyük tərəf 0,75'dir, kiçiyi 0,25. Radius 2 olsa, böyük tərəf 3'dür, kiçik tərəf 1. Radius 3 olsa, böyük tərəf 6 tam 175'dir. Kiçik tərəf 2 tam 125. Hardan bilirsən müəllim bunları? Çünki dostlar 3'ün kvadratı neçə eləməlidir? 9. 675 ise yerdə necə atışmır? 4 dolanda bu böyük tərəf 12, kiçik tərəf olur 3. Daha doğrusu düzləmə 4. Düş yazmışım. Birincisi fiquru bölmək lazımdır hissələrə. Necə bölürük? Bax. Fikir verin dostlar. Radius hər tərəfdə nə olmalı? 2'nin 2'yə. Bura nətər bölüm müəllim? Böyük bir hissədir. Belə bölə bilməzsən. Bax 2'nin 3'ə deyilən bir hissə yoxdur. Eləməsən ki, hər tərəfdən uzunluq nə olsun? Neydi? Bax. 3, 3. Daha sonrasında bu hissədə baxın 2, 2. Daha sonrasında yenə bu hissədə 2'nin 3'ə üçbucaqlı, düzbucaqlı. Sonra bölürəm yenə. 2 buradan, 2 buradan. Sonra bu hissə baxın 1'in 1'ə kiçik. Burada 1'in 1'ə düzbucaqlı bucaq. Bu da kiçik bir hissə. İndi nağar düzləri sayıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. 14 üstə gələk. Dobra dostlar 2'nin 2'yə deyə. Ben burada yazmışam 2 olanda böyük hissə, yəni buranı nəzərdə tutmuşam. 3 demək. Amma gəl o 3 almağın yolunu öyrədim sənə. Necə öyrədəcəksən? Düsturu vardı dostlar bayaq. 3'ün kvadratı, yəni 3 vurulsun. 2'nin nə kvadratı neçə eləyir? 12. İndi kimsə sual verə bilər, normaldır əslində. Bunu hardan aldı? Bayaq öz yazmışdı. S bərabərdir 3L kvadrat. Aha. Yazıb aha. Bəs yaxşı, mən nə edeyim? Onda mən nə edeyimin yolu nədir? Baxmışam bu hissəyə. Bu da dostlar həmin o sahənin hansı hissəsidir? 4'də 1. 12'ni bölərəm 4'ə. Bərabərdir 3. Demək bu hissə məndə neçədir? 3. Onda bu da 2'nin 2'yədir. Burada məndə 3'dür. Üstünə gəlim 2 vur 3 plus. Bax, bunun bu hissəsi isə bayaq dedim dostlar, kiçik tərəf olanda. Böyük tərəf olanda verilən misal məndə 3-dürsə, burada 1'dir. Yəni bax bu gördüyünüz hissə var ha. 2'nin 2 olanda içərisi 3-dürsə, deyə burada sağda yazmışam. Çöl tərəf neçədir? 1. Üstə gələk 1 plus. Bax bu 3 addım. 1, 2, 3. Bu da 2 addımlıq fiqur. 3'ün 2'yə düzbucaqmış bu da nətər tapılır? 3 vur 2 böl 2. Bərabərdir 3. Üstə gələk 3.
Daha sonra nə edeyim müəllim? Bax dostlar, bu gördüyünüz isə 3-ün 3-ədir. Düzdür? Bax bu hissə 3-ün 3-ə. Bunun sayəsini taparam. 3 vurulsun. 3'ün kvadratı. Neçə ilə 27? Bax dostlar, böyük hissə olduğuna görə pizzanın dilimi, bayaq dedik, neçəyə bölüb 4-ə bərabərdir. 675. Demək bunun üzərində gələcəm. 6,75. Deyib, bayaq burada yazmışam. Görürsünüz, deyirəm radius 3 olsa, böyük hissə neçədir? 675. Aha, bu kağızda olmaz çətindir. Əlbəttə ki, dostlar, yəni bu misal əgər kağız daşı izdə verilməzsə, təbii ki, dövlət qanun qəbuluna düşəndə belə onlayn formada düşür deyə tələbələr üçün çətindir. Bir də məndə hansı hissə qalıb? Bax bura. Bayaq demişdim, üstə gəl. 0,125 kiçik hissə. Plus 1'in 1'ədir. 0,5. Bir də plus bax bura 0,75. Hamısını da toplayırsan ən sonda. Əgər bura qədər gəlmisənsə, demək sən böyük adamsın. Bu deyilir 32,125. Bu sual açıq sual kimi düşə bilir. Bəli. Elədir ki var. Əslində mən bir neçə gün bundan əvvəl sizə dostlar ekranın sol tərəfindəki sualı da göstərmişdim. Düzdür, o sualın üzərindən getdim artıq. Deyib, bu sol tərəfdəki. Bu heç olmasa biraz insaflıdır. Bunun bir dənə problemi var. Bu da nədir? Bu hissədə. Hı. Verilən misala axıra kimi öyrətmək. Axıra kimi öyrətmək nəymiş? Verilən misala axıra bir dənə mənfi cəhəti budur. Bir də bu imtahan əlavə olaraq nə düşmüşdü? Bu arada yenə də növbəti imtahanda oyunlar düşə bilər. Ona diqqət etmək lazımdır. Nə oyunları məsələn? Bu son zamanlar bizdən əl çəkməyən. Əsasən nədir? Bax, növbəti imtahanda Bunkerlə də biz rastlaşa bilərik. Keçən həftəki qəbullardan birində düşən çubuq məsələsi idi. Heç uzun müddətli yox idi. Biz artıq bunu bir neçə qrupda keçmişik dərs olaraq. Bəli. Diqqətlə baxsanız. Bu da əslində çətin bir sual deyil. Bu sağ tərəfdəki birinci sual. Ən rahat mövzulardan biridir. Rahatdır bunu yazmaq. Düzdür, kompüterdə tapmanın qaydası var, düşsən. Sonra bu gördüyünüz 2 üstü 111 və bir də ən əsası nədir? İmtahana getməzdən əvvəl belə vaxtınız olsa bir də bu suala bir də baxın. Təbii ki, söhbət imtahana gedənlərdən gedir. İndi tapsam onu göstərəcəm burada. Bununla bağlı mən bir neçə gün bundan əvvəl də izah vermişdim. Söhbət nədən gedir? Bu da sentyabrda düşən qəbul sualları. Bu soldakı hamar ağac. Düzdür, bunu bəzi tələbələr məndən müəllim bunu biz anlamırıq, əşi belə şey olar deyə düşünürlər. Deyim dostlar, bax bu gördüyünüz diaqram tipli məsələ düşündürücüdür və çətin bir sualdır. Və bunu da etmək hər adama qismət olmuyor. Bununla bağlı mən bir geniş format izah vermişəm. Rahat da izahı var. Yazma, ona baxıb bir də bir neçə dəfə təkrarlasanız gedişatı, mən inanıram ki, bunda yazacaqsınız. Variant atmaq yox. Variant atmaq çıxış yolu deyil. Burada təbii ki, dərs canlı gedir deyə. Yenə dostlar, digər suallardır. Kubdur. Mən dediyim kimi oyunlardır, akvaryumdur və s. Hər oyundan var və yenə qəbulda rastlaşacaqsınız. Yenə də xeyrisi, bugünkü dərs izahlarımız da yenə hər axşam keçirdiyimiz əlavə dərslərdəndir. İnşallah inanıram ki, burada gördüyünüz suallardan da siz imtahanda rastlaşacaqsınız. Növbəti günlərdə yenə bizim hər gün dərsimiz olacaq. Bunları yerləşdirəcəm ki, sizlər də baxın xeyrisi ilə. Ən əsası odur.